Hörmətli Vüqar bəy, mən istəyərdim əvvəlcə başlayaq cənab Pezeşkiyanın Azərbaycana səfərindən. Bu səfər özü-özlüyündə nələri ehtiva edir, əvvəlcə bunu eşidək lütfən. Təşəkkür edirəm. İlk növbədə onu qeyd eləmək lazımdır ki, İran prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayacaq və bu səfəri əslində bir neçə aspektdən qiymətləndirmək mümkündür əhəmiyyətini. Birinci dərəcədə onu vurğulamaq lazımdır ki, İran və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı səfərlər həm də dövlətlərarası dialoqun intensivliyini artırmış olur və bu mənada siyasi münasibətlərin daha da güclənməsinə öz töhfəsini verəcək. Son dövrlərdə əsasən iki ölkə arasında bildiyimiz kimi bəzi gərginliklər müşahidə olundu və belə görüşlər problemlərin həlli üçün dialoq imkanlarını genişləndirir. Həm də gələcəkdə sıx siyasi təmasları mümkün edir. Hər tərəfli, belə deyək də, dialoqun, hər tərəfli müxtəlif istiqamətlərdən çoxşaxəli münasibətlərin yaranmasına öz təkanını vermiş olur. Yəni, bildiyiniz kimi səfər çərçivəsində də bir sıra məsələ müzakirəsi gözlənilir. Enerji, nəqliyyat, ticarət və ümumiyyətlə digər sahələrdə əməkdaşlığın inkişafı üçün yeni müqavilələrin imzalanması məsələsi var və layihələrin müzakirəsi məsələsi. Yəni, bu ilk növbədə həm İran, həm də Azərbaycan açısı baxımından ölkələrin iqtisadiyyatına da öz müsbət təsirini göstərir ki, bu da olduqca önəmli bir məqamdır hər iki ölkə açısı baxımından. Ticari münasibətlərin artırılması, yüklərin daşınmasının asanlaşdırılmasından tutmuş enerji sektorundakı əməkdaşlığa qədər. Müxtəlif, belə deyək, tranzit layihələri, enerji layihələri və s. qarşılıqlı investisiyaların cəlb edilməsi. Bütün bu məsələlər hamısı əlbəttə ki, masada olan ciddi məsələlərdir. Xüsusilə də Zəngəzur dəhlizi, ümumiyyətlə digər nəqliyyat layihələrinin müzakirəsi və s. Yəni, bütün bu məqamlar açısı baxımından deməli, biz bu səfəri müəyyən mənada əhəmiyyətli hesab edə bilərik və gələcək dialoq üçün çox önəm daşıyır. Şübhəsiz ki, mən biraz öncə anonsda da qeyd etdiyim kimi, bu məqamda bizi maraqlandıran məsələlərdən biri həm də tarixi təcrübəni nəzərə alsaq, İran prezidentlərinin Azərbaycana gəlişi zamanı son dövrlərdə xoşa gəlməz məqamlar da kifayət qədərdir. Belə olduğu təqdirdə Sepahın bu səfərə baxışı necədir sizcə? Ümumiyyətlə, burada bir məqamı qeyd etmək lazımdır ki, səfərin, ümumiyyətlə, Məsud Pezeşkiyanın Azərbaycana səfəri ilə bağlı artıq mən deyərdim ki, təqribən 6-7 aydır ki, bir müzakirə gedirdi. Yəni, İran prezidenti özü də seçkilərdən sonra ilk açıqlamalarında ilk səfərlərindən birini Azərbaycana edəcəyini bildirmişdi. Hətta yadınıza gəlirsə, avqust-sentyabr ayında bu ilə bağlı Azərbaycan mediasında da müəyyən müzakirələr getdi, İran mediasında da müəyyən müzakirələr getdi. Yəni, amma burada maraqlı məqam ondan ibarətdir ki, bəli, bu səfərin baş tutmasına və ümumiyyətlə bu səfərin reallaşmasına İranın öz daxilində münasibət bir mənalı deyildi, təəssüf ki. Və mühafizəkar qanat açıq şəkildə, hətta özlərinə yaxın media vasitəsilə də bu səfərlə bağlı çox fərqli, hətta mən deyərdim ki, bəzi hallarda da kəskin yazılar, açıqlamalar, münasibətlər bildirirdilər. Eyni zamanda başqa bir məqam İran prezidentinin ümumiyyətlə Azərbaycanın münasibətinin necə hətta ola bilməsi və ya olmalı olduğu ilə bağlı da münasibətlərə biz rast gəlirdik. Əlbəttə ki, bu da təbii ki, bir o qədər doğru qiymətləndirilə bilməz. Amma gördüyünüz kimi səfər baş tutdu və elə səfərin baş tutmasından bir müddət əvvəl də İran prezidentinin həm öz etnik kökəni ilə bağlı, həm milli mənsubiyyətini, belə deyək də, vurğulayan, bildiyiniz kimi, bir sıra maraqlı açıqlamaları, çıxışları oldu. Mən şeir söyləməyini nəzərdə tuturam ki, bunun özü də elə İran mediasında bilirsiniz, bir mənalı qarşılanmamışdı. Əsasən mühafizəkarlara yaxın media quruluşlar vasitəsilə. Və bugünkü görüşdə də və eyni zamanda dünən bizim dövlət televiziyamıza, Azərbaycan televiziyasına verdiyi müsahibədə də, yəni o Azərbaycanla münasibətlərə önəm verdiyini xüsusilə vurğuladı, xüsusi diqqət çatdırdı və bizə gözləmək qalır ki, bundan sonraki proseslərdə bu səfərin nəticəsi olaraq İran Azərbaycanla münasibətlərini nə dərəcədə müəyyən mənada daha obyektiv, belə deyək, istiqamət vermiş olacaq.
Təbii ki, mən yenə istəyərdim bir ənənəvi sualda mən yenidən ünvanlayım sizə. Təbii ki, cənab Pezeşkiyanın açıqlamaları Azərbaycanla münasibətlərə üstünlük verməsi İran daxilindəki mühafizəkarlar tərəfindən adekvat reaksiya alacaqmı sizcə? Hər halda bunu biz yaxın zamanlarda görmüş olacağıq, amma indilikdə müşahidələrimiz onu deməyə əsas verir ki, bu çox zaman əksinə qeyri-adekvat münasibətlə müşahidə olunub, təəssüf ki. Qeyri-adekvat münasibətlə müşahidə olunur. Amma məsələ başqa bir məqamlar da var. Mən burada xüsusi vurğulamaq istəyirəm hal-hazırda regionda baş verən proseslər və regionda baş verən proseslər fonunda İranın mövqeyi ilə bağlı olan dəyişikliklər və eyni zamanda da hal-hazırda Qərb koalisiyasının İrana artan təzyiqləri və ya bu təzyiqlərin daha çox şaxələnməsi və daha, hətta mən deyərdim ki, daha kəskin xarakter alması. Bütün bunlar hamısı əslində İranın təkcə Azərbaycana deyil, bütövlükdə Cənubi Qafqaz siyasətinə müəyyən korrektələr etməsinin vacibliyindən xəbər verir. Çünki 2-ci Qarabağ müharibəsindən sonra, 44 günlük Vətən müharibəsindən sonra İran yeni yaranmış geosiyasi reallıqla sanki barışmırdı və hətta mən belə deyərdim ki, müəyyən mənada buna qarşı çıxırdı. Zəngəzur dəhlizi ilə də bağlı İranın biz münasibətini adekvat hesab edə bilmərik. Yəni bu mənada düşünürəm ki, hər halda yaxın zamanlarda o reaksiyanın, yaxın günlərdə hətta mən deyərdim ki, o reaksiyanın biz şahidi olacağıq, yaxın 1-2 gün ərzində. Amma düşünürəm ki, bu korrektələrə ehtiyac var. Çünki ən çox da İranın özünün ehtiyacı var. Bax, hal-hazırda İran ətrafında baş verən proseslər fonunda. İraqda, Suriyada, Livanda, Yəməndə baş verən bütün bu proseslər fonunda İranın və eyni zamanda bir daha təkrar edirəm, Qərb koalisiyasının təzyiqinin artması fonunda İranın özünün artıq bəzi məsələlərə xarici siyasətində yenidən baxılmasına ciddi ehtiyac yaranır. Hörmətli Vüqar bəy, ümumiyyətlə Zəngəzur dəhlizi ilə bağlı ümidlərimizin artmasına bir əsas varmı bugün? Pezeşkiyanın açıqlaması oldu bugün ki, yəni biz İran tərəfdən də, deməli Azərbaycan Naxçıvan arasında əlaqənin yaranmasını istəyirik, yəni hər cür dəstək və kömək göstərməyə hazırıq. Bilirsiniz, İranın ümumiyyətlə Zəngəzur dəhlizinə münasibətini bir neçə aspektdən dəyərləndirmək olar. Bu, əgər birinci aspekt məhz belə deyək də, oradakı mühafizəkar medianın dili ilə desək, Zəngəzur dəhlizini bir Turan dəhlizi gözü ilə görmələridirsə ki, Türkiyənin Azərbaycan vasitəsilə Orta Asiya ilə birbaşa dəhlizini əmələ gəlməsi, biri budursa, digər bir məqam İranın bu və ya başqa dərəcədə ümumiyyətlə o istiqamətdə Ermənistanla quru sərhəddini itirmək əndişəsi ilə, belə deyək, bağlıdır. Çünki o dəhliz İranı faktiki olaraq Avropaya açan yeganə qapıdır. Yəni bu mənada İran narahatdır. Amma məsələ budur ki, Azərbaycanla bağlı olan hissədə bu narahatçılığın əsası yoxdur. Və biz də bunu hər zaman dəfələrlə qeyd eləmişik və bildirmişik. Ümumiyyətlə, Zəngəzur dəhlizi regionun çiçəklənməsinə xidmət edən bir dəhliz layihəsidir. Zəngəzur dəhlizi regionun heç bir ölkəsinə qarşı olan bir layihə deyil. Əksinə, bölgənin çiçəklənməsi üçün. Məsələn, bu səbəbdən də biz müharibədən dərhal sonra 3+3 formatında dialoqu təklif elədik, deməli bir formatın qurulmasını təklif elədik, region ölkələrini birləşdirən, burada prosesləri birlikdə həyata keçirməsi üçün çox geniş imkanlar açan, iqtisadi nöqteyi nəzərdən, siyasi nöqteyi nəzərdən çox geniş imkanlar açan bir layihə təklif etdik. Amma təəssüf ki, indiyə qədər İranın məsələləri münasibəti qeyri-adekvat oldu. Yəni onlar, belə deyək, bu layihələrdən sanki özlərini bir təhdid görürlər. Halbuki bir daha təkrar edirəm, bunun heç bir əsas yox. Yəni bu mənada yaxın gələcəkdə biz konkret Ermənistan sərhəddindən keçən Zəngəzur dəhlizi ilə bağlı hansısa bir dəyişiklik, fikirlərində bir dəyişiklik edəcəklər. Açıq deyim, bu barədə hələ fikir söyləmək tezdir və çətindir. Amma İran daha çox marağındadır ki, Azərbaycanla Naxçıvanın quru əlaqəsi İranın kontrolündə olan öz ərazisindən keçsin. Onlar bunu istəyirlər. Bizim üçün də təbii ki, alternativin olmağı danışıqlarda, istənilən halda danışıqlarda mövqeyimizi gücləndirir. Ona görə biz bu belə deyək də, layihənin üzərində dayanırıq prinsip etibarilə.
Hə, artıq sonrakı mərhələdə necə olacaq, bunu artıq zaman göstərəcək. Şübhəsiz ki, bu məqamda mən istəyərdim cənab prezidentin bundan öncə Çinə etdiyi, uzaq şərqə etdiyi səfəri də biz bu məsələdə bu kontekstdə bir müzakirə eləyək, təhlil eləyək və eyni zamanda heç şübhəsiz ki, İranla Çin arasında münasibətlər də hər birimizə bəllidir və qəbul etmək lazımdır. Dünyanın iki süper gücündən biri məhz Çindir, Çin iqtisadiyyatıdır. İran da bu günlərdə sanksiyalar fonunda xüsusilə Çindən asılı vəziyyətləri, çox böyük həcmdə asılı vəziyyətləri. Belə olduğu təqdirdə Çinin də orta dəhlizdə maraqlı olduğunu nəzərə alsaq, Çinin İrana mümkün təsirləri öz reaksiyasını göstərəcəkmi İranın bu istiqamətdə müsbət addımlarına? Ola bilər. Yəni hər halda bunun üçün amma yalnız Çin-İran münasibətləri deyil, eyni zamanda bu məsələdə bu və ya başqa dərəcədə məsələn tutaq ki, İran-Rusiya münasibətləri, İran-Ermənistan münasibətləri və eyni zamanda Qərbin, yəni bu prosesdə Ermənistan açısı baxımından, İran açısı baxımından və Rusiya açısı baxımından hansı mövqeyi ortaya qoyacağından da asılıdır. Yəni biz burada yalnız təbii ki, Çin faktoru olduqca önəmlidir, əsasdır, vacibdir, bayaq siz özünüz də qeyd etdiyiniz kimi, amma buna təsir edən digər faktorlar da mövcuddur, bunu da nəzərə almaq lazımdır. Məsələn, bütün bu proseslər, bax indi hal-hazırda son bir ildə baş verən bu proseslər həm də nəqliyyat yolları uğrunda gedən müharibə kimi xarakterizə edilə bilər. Yəni ortada Hindistan bilirsiniz, Hindistanla bağlı olan bir yol var, Ənbər yolu da, Xarat yolu və digər də Çinin dəstəklədiyi bir kəmər bir yol layihəsidir. Yəni bunlar bir-birinə alternativ layihələrdir. Və bu iki qovşağı dəstəkləyən qüvvələr də fərqli mövqelərdə, cinahlarda, düşərgələrdə duran güclərdir. Yəni məsələn tutaq ki, bax indi hal-hazırda biz Pakistanla Hindistan arasında bir qarşıdurma şahid oluruq. Çox önəmli bir məsələdir. Kəşmir olduqca önəmli məsələdir. Yəni burada söhbət yalnız Pakistanla Hindistan arasında artıq uzun 10 illərdir ki, həll edilməyən Kəşmir problemi üzərində durmur yalnız. Burada elə bu yol məsələləri də var. Miqyas böyüyür. Bəli, bunda. Hətta daha dərinə geçək Vüqar bəy, bu həm də Amerika Birləşmiş Ştatları Çin qarşıdurması kimi də dəyərləndirilə bilər. Mən sizdən razıyam. Və ya məsələn tutaq ki, İsrailin Qəzzada belə deyək, Qəzzaya müdaxiləsi və orada gedən proseslər və s. Yəni bunu da hardasa bu və ya başqa dərəcədə bu yol qarşıdurmasının bir tərkib elementi kimi qiymətləndirmək olar. Yəni proses olduqca dərindir əslində və bu mənada əlbəttə ki, hər gücün özünün marağı var, hər güc maksimum dərəcədə bu prosesdən faydalanmağa çalışır, öz dividendlərini əldə etməyə çalışır və ya danışılan masasında əli daha bərk olsun deyə daha artıq indidən müəyyən gedişlər etməklə əldə etməyə çalışır. Yəni bütün bunlar hamısı əslində bax hal-hazırda çox ciddi belə deyək də ətrafda gedən proseslərin hansı istiqamətdə davam edəcəyini asılıdır. Məsələn, Çin faktoru və eyni zamanda elə bu yol məsələləri də buna hardasa bir ciddi dəstək ola biləcək bir məqamdır ki, məsələn, Rusiyanın Talibanı artıq tanınmasına gətirib çıxara biləcək qədər önəmli olur. Təsəvvür edin. Halbuki talibləri ruslar həmişə terror təşkilatı kimi tanınmışdılar və eyni zamanda da ümumiyyətlə qəbul eləmədilər. Amma bugün artıq bir danışıqlar prosesi olur. Və ya Suriyanın özündə gedən prosesdə. Heyət Təhrir Şam, Əş-Şam yəni bir terror təşkilatı idi. Amma bugün Suriyanın legitim iqtidarıdır və artıq Avropa onu qəbul etməyə başlayır. Yəni prioritetlər dəyişir, proseslər dəyişir və bəli mümkündür ki, Çin və ya ümumiyyətlə proseslər elə formada geçsin ki, İran Zəngəzur dəhlizinə münasibətini bu və ya başqa dərəcədə dəyişsin. Amma bu yaxınlarda tezliklə mi olacaq? Açıq deyim, bu barədə hələ məncə danışmaq bir qədər tezdir.